Elman müəllim, 2026-cı ildə Ermənistanın bir öhdəliyi var idi ki, müəyyən belə deyək ki, layihələri həyata keçirəcəklər. Burada seçkilərin, belə deyək ki, seçkilər keçiriləcək və seçkilərdən sonraki addımları nəzərdə tuturam, konstitusiyanın dəyişdirilməsini nəzərdə tuturam. Bununla bağlı sizin fikirlərinizi eşitmək istəyərdik. Ümumiyyətlə, konstitusiya dəyişəcəkmi? Əvvəla onu qeyd edeyim ki, biz tarixi Vaşinqton razılaşmalarından danışırıq. Vaşinqtonda sülh müqaviləsi paraflandı, amma sülh müqaviləsi imzalanmadı. Niyə imzalanmadı? Çünki Azərbaycanın prinsipial mövqeyi var. Dövlətimizin başçısı Cənab İlham Əliyev ən yüksək tribunallardan bunu səsləndirib. Vaşinqtonda da bunu söyləyib ki, Ermənistanın konstitusiyasında bugün də Azərbaycana qarşı ərazi iddiaları var. Onun preambulasında açıq şəkildə yazılıb və nə qədər ki, Ermənistan özünün Azərbaycana qarşı ərazi iddialarını imtina etməyib və bunu xalqın iradəsi ilə etməyib, xalqın iradəsi ilə konstitusiyasını dəyişməyib, bu halda bir sülh müqaviləsi imzalaya bilmərik. Yəni, sülh müqaviləsi imzalanmaq üçün hazırdır. Yetər ki, Ermənistan bu iddialarından imtina etsin, həm də bunu referendumdan həyata keçirsin. Çünki həmin o konstitusiyada dəyişikliyi ancaq xalqın səs verməsi ilə başlaya bilər. Və Ermənistanda 2026-cı il, yəni bu il, iyun ayının 7-sində parlament seçkiləridir. Yəni, Paşinyanın bu seçkilərdən sonra dərhal referenduma gedəcəyi ilə bağlı mövqeyi də bəllidir. Bu da anlaşılandı. Məsələ ondadır ki, indidən o söyləyə də bilməz ki, o seçkilərdə qalib gələcək və sonra referenduma gedəcək. Yəni, referenduma gedəcəyinin bir əminliyi var və həm də qalib gələcəyinə də bir əminlik var. Çünki Paşinyan o Paşinyandır ki, 2020-ci ildə biabırçı məğlubiyyətə düçar oldu. 2021-ci ilin iyun seçkilərində o qalib gəldi. Parlament seçkilərində partiyası qalib gəldi. İndi də bu inam var və inamın kökündə dayanan əsas amil odur ki, Paşinyan sülh istəyir, amma onun əl itarları müharibə istəyirlər. Erməni xalqı da sülh istəyir. Bu baxımda erməni xalqının mövqeyi ilə Paşinyan mövqeyi tamamilə üst-üstə düşür. Bu baxımdan onun yenidən qalib gələcəyinə biz şübhə etmirik. Bunun qalib gəlmə faizi və potensialı çox böyükdür, əmsal böyükdür. Və 7 iyun seçkilərindən dərhal sonra referendum keçiriləcəyi təqdirdə əvvəllər belə söhbətlər var ki, Ermənistan konstitusiyasına dəyişikliklər. Amma indi ümumiyyətlə Ermənistanda artıq yeni Ermənistan ifadəsi işlənilir. Tarixi Ermənistan qaldı tarixin elə necə zibilliyində. Bir də var yeni Ermənistan. O Ermənistan qaldı ki, tarixin 3-cü bucağında zibilliyində ki, o Ermənistan bütün qonşularına qarşı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edirdi. O Ermənistan ki, Azərbaycan torpaqlarını işğal etmişdi. O Ermənistan ki, Türkiyəyə qarşı ərazi iddialarını əl çəkmirdi və öz konstitusiyasından da o məlum maddəni çıxarmırdı. Və indi artıq yeni Ermənistan. Yeni Ermənistan isə qonşularla, Azərbaycanla, Türkiyə ilə münasibətləri yeni müstəvidə qurmaq istəyir, kommunikasiyalar açmaq istəyir, istəyir ki, xalqlarımız və dövlətlərimiz arasında etimad mühit formalaşsın, istəyir ki, əməkdaşlıq əsasında problemləri həll edək, istəyir ki, sülh müqaviləsi imzalansın. Bax, bu nöqteyi nəzərdən artıq Ermənistan konstitusiyasında dəyişiklik yox, istisna deyildir ki, yeni Ermənistanın yeni konstitusiyası qəbul edilsin, tamamilə yeni konstitusiya. Və belə olan təqdirdə hesab edirəm ki, bu il, yəni 2026-cı il tarixə sülh ili kimi daxil ola bilər. Bunun üçün çox geniş perspektiv var. Azərbaycan dövləti bunu istəyir, bəli istəyir. Sülh müqaviləsinin bazı prinsiplərinin və əsas onun o layihəsində müəllifi Azərbaycan dövlətidir. Ermənistan dövləti bunu istəyir. Zigzag var, enişli, yoxuşlu bir yanaşması var idi. Amma 8 avqustdan sonra o da açıq şəkildə bildirir ki, istəyirəm. Həm də bilir ki, bu ideyanın arxasında dayanan Birləşmiş Ştatlar kimi fövqəladə dövlət var və onun prezidenti var. Yəni, bu da bir qarantdır, bu da xüsusi bir məqamdır. Zəngəzur dəhlizi ilə bağlı, dediyim kimi, 8 avqust razılaşmaları və 13 yanvar tarixində artıq çərçivə sənədi imzalanıb, yəni praktiki addımların atılmaqdadır. Və belə olan təqdirdə bir inam var ki, həqiqətən də 2026-cı il tarixə nəhayət ki, regionumuza uzun müddətli və dayanıqlı sülhü gətirən bir il kimi daxil olsun. Amma bu heç bir halda bir xüsusi arxayınçılığa da əsas vermir. Əgər əsas versəydi, hörmətli Sahib müəllimlə biz parlamentdə səs verdiyimiz Azərbaycan büdcəsində hərbi xərclərə daha 318 milyon manat artırılmasına lehinə mövqe bildirməzdik. Çünki Ermənistanda revanşizm var. Həmin o köçərgən kimlər yenə də bəlkə də qaytardılar sevdası ilə yaşayırlar.
Ona görə də biz həmişə güclü olmalıyıq. Bugünkü dünyada güc faktoru həlledici faktordur. Və dünyada da görürsünüz ki, indi reallıq nədir? Azərbaycan prezidenti Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dedi ki, artıq ümumiyyətlə beynəlxalq hüquq məsələsi yoxdur. Vaxtilə biz deyirdik ki, beynəlxalq hüquq ayaqlar altında tapdanıb deyirdik. Beynəlxalq hüquq işləmir deyirdik. Ümumiyyətlə indi isə beynəlxalq hüquq yoxdur. Və son baş verən proseslər də bunu bir daha təsdiqləyir ki, gəldiyimiz nəticə odur ki, biz həmişə güclü olmalıyıq. Bizim xilasımız bundadır. Elə güc hesabına da biz ərazi problemlərimizi həll edə bildik. Bundan sonra da həmin siyasətə sadiq qalmalıyıq. Amma eyni zamanda da biz sülhün tərəfdarıyıq və çox istəyirik ki, nəhayət ki, regionumuza dayanıqlı, uzun müddətli sülh gəlsin və hesab edirəm ki, heç bir zaman indiki qədər bir sülhə yaxın olmamışıq.